Qoç bürcü. Bugün işlərinizə qətiyyətlə yanaşmağınız sizə gözləniləndən daha tez uğur qazanmağa imkan verəcək. Bununla belə, xüsusilə sizin və yaxınlarınız üçün vacib olan məsələlərə gəldikdə, risk etməkdən çəkinməyiniz məsləhətdir. Ehtiyatlı davranın və bilik və təcrübəsinə etibar etdiyiniz insanlarla məsləhətləşmə fürsətini qaçırmayın. Qoçun liderlik keyfiyyətləri bugün xüsusilə özünü büruzə verəcək. İnsanlara rəhbərlik etmək və onları istədiyinizi etməyə ruhlandırmaq asan olacaq. Çox güman ki, yalnız köməkçilər deyil, həm də yeni dostlar tapacaqsınız. Yeni tanışlarınızdan bəziləri sizin üçün xüsusi bir cazibə hiss edə bilər. Lakin çətin ki, qarşılıq alınsın. Ev işləri, hətta başqa günlərdə yorucu görünənlər də problem olmayacaq. Sizin çoxlu enerjiniz var və səhərdən onu dinc çıxışlara yönəldə biləcəksiniz. Nəticədə təsirli nəticələr əldə edəcəksiniz. Siz mebel, məişət texnikası və təbir və ya köçmək üçün lazım olan hər şeyi ala bilərsiniz. Uva bürcü, yeni layihələrə, xüsusən də rutindən qaçmağa, təxəyyülünüzü işə salmağa və qeyri-adi problemlərin həllində gücünüzü sınamağa imkan verən layihələrlə məşğul olmaq yaxşıdır. Bir çox buğalar bugün yaradıcı əhval-ruhiyyədə olacaqlar. Tezliklə həyata keçirə biləcəkləri cəsarətli ideyalar irəli sürə bilərlər. Ətrafınızdakılar bunu görəcək və hətta onların ideyalarının orijinallığını qiymətləndirəcəyinizə əmin olaraq özləri də qeyri-adi bir şey təklif edə bilərlər. Maliyyə baxımından çox əlverişli gün olacaq. Pul vəsaitlərinin daxil olması mümkündür və siz əlavə iş təklifləri ala və ya gəlirinizi artırmaq üçün başqa yol tapa bilərsiniz. Böyük alışlar da daxil olmaqla alış-veriş mümkündür. Ulduzlar bunların uğurlu olacağını vəd edir. Məyus olmayacaqsınız və xərclənən pula görə peşman olmayacaqsınız. Yaxınlarınız sizi xoş sürprizlər və ya xoş xəbərlərlə sevindirəcək. Əgər kimsə ilə mübahisə etmisinizsə, bugün münasibətləri düzəltmək, kompromis əldə etmək və ya bəzi ortaq planlarda razılaşma şansı olacaq. Axşam görüşlər üçün yaxşı vaxtdır. Romantik münasibətdə təşəbbüsü ələ almaqdan çəkinməyin. Dəstəklənəcəyinizə əminsiniz. Əkizlər, buğa. Özünüz idarə edə biləcəyiniz, eləcə də bölüşmək istəmədiyiniz şeylərə diqqət yetirin. Bugün başqaları sizə həmişəkindən bir qədər az diqqət yetirəcək. Bu da diqqətinizi daha az yayındırmağa və uzun izahatlarla vaxt itirməməyə imkan verəcək. Digər tərəfdən heç bir kömək ala bilməyəcəksiniz. Ona görə də ilk növbədə öz güclü tərəflərinizə güvənməyə çalışın. Bugün nəinki evdən bayıra çıxan, həm də maarifləndirici tədbirlərdə iştirak edən əkizlər bəzi xoş əlaqələr qurmaq fürsəti əldə edəcəklər. Bazar gününün sizin üçün mütləq görməli olduğuna qərar versəniz, tezliklə çox faydalı olacaq insanlarla əlaqə qurmaq imkanınız olacaq. Cazibədarlığınız dərhal onların sevgisini qazanacaq. Ümumiyyətlə, gün iş və ya biznes müzakirələri üçün yaxşı vaxtdır. Siz hətta əvvəllər təcrübəsini qiymətləndirmədiyiniz insanlardan çox dərin məsləhətlər ala bilərsiniz. Xərçəng bürcü. Başqalarının necə davranmasından asılı olmayaraq, soyuqqanlılığınızı qorumağa çalışın. Görünə bilər ki, hamı qəsdən sizi incitməyə çalışır. Əslində, bu doğru ola bilər. Amma siz həmişə öz maraqlarınızı nəzərə almalı, sakit olmalı və əsaslandırılmış qərarlar qəbul etməlisiniz. Və tələsməyə ehtiyac yoxdur, xüsusən də həqiqətən vacib məsələlərə gəldikdə. Sizi israrla tələsməyə çağıranlar ya nə baş verdiyini anlamırlar, ya da sizi çaşdırmağa çalışırlar. Bazar gününüzü məhsuldar keçirmək istəyirsinizsə, ona tanış və çox yorucu olmayan işlərlə başlayın. Günün ilk yarısında gərəksiz işlərdən qurtula, təşkilati məsələləri həll edə və eyni zamanda yaxın gələcəkdə diqqətinizi cəmləyəcəyiniz məqsədləri təyin edə bilərsiniz. Daha sonra intuisiyanız sizə yeni bir şey götürməyin vaxtının çatdığını söyləyəcək və maraqlı problemlər məhz vaxtında ortaya çıxacaq. Bu yasınlarda öyrəndikləriniz burada lazımlı olacaq. Şir bürcü. Səhər enerji ilə dolu olduğunuzu və çox işləməyə hazır olduğunuzu qərara alsanız, cəsarətlə yeni bir işə başlayın. Bu asan olmayacaq, amma darıxdırıcı da olmayacaq və nəticələr hətta gözləntiləri üstələyə bilər. Şirlər liderlik və nəzarət tələb edən işlərdə xüsusilə yaxşıdırlar. Hətta adətən başqalarına məhəl qoymayanlar da sizi dinləyəcəklər
və bundan mütləq faydalanmağa dəyər. Rutin tapşırıqlar daha az enerji tələb edəcək və daha asan olacaq. Lakin onlar təsir edici nəticələr verməyəcək. Ancaq diqqətinizi yalnız bunlara yönəltsəniz, günortadan sonra dincəlməyə vaxtınız olacaq və bu şübhəsiz ki, xoş olacaq. Səyahət uğurlu olacaq, xüsusən də yaxınlarınızla səyahət etsəniz. Kiçik maliyyə daxil olmaları mümkündür. Aldığınız pulu ən yaxşı şəkildə necə xərcləyəcəyinizi tez anlayacaqsınız və lazımsız xərclərdən qaçmağa çalışacaqsınız. Hediyələr, o cümlədən gözlənilməz olanlar da mümkündür. Bəzi şirlər çoxdan arzuladıkları şeyi tam olaraq alacaqlar. Qız bürcü, çox işiniz olacaq və çətin ki, kimsə kömək edə bilsin. Yaranan problemlər olduqca mürəkkəb olacaq. Lakin onların öhdəsindən gəlmək üçün kifayət qədər bilik və təcrübəniz var. Sizdə çatışmayan şey özünə inamdır. Odur ki, sizi tez-tez tənqid edən və uğursuzluqlarınızı xatırladanlardan uzaq durun və hər zaman təriflənəsi olan insanlarla daha çox vaxt keçirməyə çalışın. Uşaqlarınızın və ya digər kiçik qohumlarınızın buraxdığı səhvləri düzəltmək üçün biraz vaxt sərf etməli ola bilərsiniz. Bunun çox səy tələb etməsi ehtimalı azdır. Lakin bu hələ də xoşagəlməz bir təcrübə olacaq və qıcıqlanmaya səbəb ola bilər. Mənfi emosiyaları heç kimə zərər verməyəcək şəkildə idarə etməyə çalışın. Ümumiyyətlə, gün çox yaxşı keçəcək. Xüsusilə son vaxtlar mürəkkəb maliyyə məsələləri ilə məşğul olanlar üçün xoş olacaq. Bu sahədə nizam-intizam yarada biləcəksiniz və yeni gəlir mənbələri mümkündür. Bazar günü həm də alış-veriş üçün yaxşı vaxt olacaq. Tərəzi bürcü, xırda çətinliklər sizi narahat etməyəcək və daha ciddi problemlərin yaranması ehtimalı azdır. Gələcəyə olan nikbinliyiniz əsaslıdır. Ulduzlar sizin tərəfinizdədir və bir çox işlərdə dəstək nədidir. Hər hansı bir çətinlik yaranarsa, səbr edin. Bu, hər hansı bir maneəni dəf etməyə kömək edəcəkdir. Bugün köhnə planları həyata keçirmək üçün idealdır. Əvvəllər yolunuza mane olan insanlar bu dəfə qarışmamağa üstünlük verəcəklər. Mümkündür ki, yeni müttəfiqlər və köməkçilər yaransın. Hər şeydə güvənə biləcəyiniz müttəfiqlər. İctimai tədbirlərə qatılan tərəzilər xoş tanışlıqlar edəcəklər. Romantik bir aşiqlik mümkündür, lakin bu bürcün nümayəndələri başlarını itirməyəcək və axmaq bir şey etməyəcəklər. Planlaşdırılmamış xərclər mümkündür və onlar kifayət qədər əhəmiyyətli ola bilər. Bununla belə xərclər boşa çıxmayacaq. Ya sizə lazım olanı alacaqsınız, ya da faydalı xidmət üçün pul ödəyəcəksiniz və çox tezliklə büdcənizi artırmaq imkanınız olacaq. Əqrəb bürcü, həm planlaşdırılan görüşlər, həm də sizi təəccübləndirən görüşlər yaxşı keçəcək. Ünsiyyət üçün bu əlverişli gündə əqrəblər hər kəslə anlaşa biləcəklər və onların son rəqiblərinin müttəfiqə çevrilməsi heç də təəccüblü deyil. Gərgin münasibətləri düzəltmək və ya köhnə əlaqələri bərpa etmək fürsəti olacaq. Əgər incitdiyiniz insanlardan üzr istəməyə hazır olduğunuzu hiss edirsinizsə, gecikdirməyin. Bunun üçün yaxşı gündür. Romantik intriqalar mümkündür. Çox güman ki, bu xoş, lakin qeyri-ciddi bir iş deyil, daha ciddi bir şey olacaq. Bəzi əqrəblər ilk baxışdan sevgi yaşayacaqlar və bu, hətta buna inanmayanlara da aiddir. Bəzi təşkilati məsələləri həll edə və bir müddətdir təxirə saldığınız işləri yerinə yetirə biləcəksiniz. Günün birinci yarısı yaradıcı axtarışlar üçün əlverişli olacaq. İkinci yarısı isə diqqətinizi dəqiqlik və detallara diqqət tələb edənlərə cəmləməyə imkan verəcək. Bu arada, Oğatan bürcü, diqqətli olun. Bugün çox maraqlı şeylər öyrənmək və uzun müddətdir düşündürdüyünüz suallara cavab tapmaq şansınız olacaq. Ancaq unutmayın, insanların hər dediyinə inanmayın. Odur ki, hər şeyi yoxlamaq üçün vaxt ayırın və aldığınız məlumatın düzgün olduğundan əmin olun. Vacib qərarlar nə ilə bağlı olmasından asılı olmayaraq, tələsmədən ən yaxşısı günortadan sonra qəbul edilməlidir. Bugünün hadisələri bir çox oxatanlara tanış şeylərə təzə nəzər salmağa kömək edəcək. Mümkündür ki, bundan sonra onlar öz planlarını dəyişmək, yenidən prioritet vermək və hətta əvvəlkindən fərqli hərəkət etməyi seçəcəklər. Biznes və şəxsi həyatda yeni imkanlar açıla bilər və siz onları ələ keçirməyə həvəsli olacaqsınız. Mənzərə dəyişikliyi bu bürcdən olanlar üçün faydalı olardı. Dostlar sizi harasa dəvət edərsə və ya sevilən biri qısa bir romantik qaçış planlaşdırmağı təklif edərsə, imtina etməyin.
Siz nəinki gözəl vaxt keçirəcəksiniz, həm də özünüzü enerjili hiss edəcəksiniz. Oğlaq Dürcü, gün vacib işlərlə məşğul olanlar üçün uğurlu təsadüflər gətirəcək. Vəziyyətlər gözləniləndən daha yaxşı inkişaf edəcək. Belə ki, bir çox mürəkkəb məsələləri tez həll etmək olar. Həm uzun müddətli, həm də yeni tanışlıqlar kömək edə bilər. Ovlavlar həmfikir insanlarla asanlıqla ümumi dil tapacaqlar. Həm dostluq, həm də romantik münasibətlərin başlanğıcı mümkündür. Hər şey sizin seçiminizdən asılıdır. Yeni bir şey öyrənməyə başlamaq və ya sadəcə olaraq üfüqlərinizi genişləndirən bir iş görmək üçün yaxşı vaxtdır. Çox şeyi tez qavrayacaq və əvvəllər sizi çaşdıran şeyləri başa düşəcəksiniz. Dostlar faydalı məlumatları bölüşməkdən, məsləhət verməkdən və ya sizə bir şey öyrətməkdən məmnun olacaqlar. Günün ikinci yarısı maliyyə baxımından xüsusilə əlverişli olacaq. Yeni mənbələrdən daxil olmaqla pul vəsaitlərinin daxil olması mümkündür. Bəzi oğlaqlar az qala unutduqları borcları qaytaracaqlar. Bu dövr həm də alış-veriş üçün əlverişli olacaq. Dolça bürcü. Səhər vacib bir məqsədə çatmağa imkan verəcək. Planlaşdırılmış fəaliyyətləri və ya vacib məsələləri təxirə salmayacaqsınız. Dəfələrlə sizə kömək edən dostlarınızın və ya digər yaxınlarınızın dəstəyi çox faydalı olacaq. Ümumi planlar üzərində razılaşmaq asan olacaq. Fikir ayrılıqlarına və mübahisələrə yer qalmayacaq. Bəzi dolçalar çoxdan mübahisədə olduqları insanlarla ortaq dil tapacaq və köhnə əlaqələri yenidən alovlandıracaqlar. Son hadisələri sakitcə düşünmək və hisslərinizi nizamlamaq imkanınız olacaq. Bundan sonra özünüzü daha inamlı və azad hiss edəcəksiniz və sizi geridə qoyan şübhələrin keçmişdə qaldığını hiss edəcəksiniz. Günün ikinci yarısı birinciyə nisbətən bir qədər gərgin keçəcək. Xüsusən də ailə məsələlərinə diqqət yetirəcək dolçalar üçün. Ailəniz nəyə nail olmağa çalışdığınızı və niyə belə davranmağa üstünlük verdiyinizi dərhal başa düşməyəcək. Ancaq hər şeyi aydınlaşdırmaq üçün qısa bir izahat kifayət edəcəkdir. Alıqlar bürcü, gözlənilməz çətinliklərdən qorxmayın. Müsbət tendensiyalar üstünlük təşkil edəcək və gün uğurlu olacaq. Bəzi balıqlar məqsədlərinə çatmaq üçün səy göstərməli olacaqlar. Lakin bu yolda keçilməz maneələr olmayacaq. Həm çoxdankı dostlar, həm də yeni tanışlar kiçik çətinliklərin öhdəsindən gəlməyə kömək edəcəklər. İntuisiyanız bu gün ilk dəfə görüşdüyünüz insanlar haqqında dəqiq təəssürat yaratmağa və onların etibar etməyə dəyər olub olmadığını müəyyən etməyə kömək edəcək. Əhəmiyyətli bir işin nəticəsi və ya yaxınlarının taleyi ilə bağlı narahat olan balıqlar üçün bu gün şad xəbər gələcək. Qərarlarından əmin olmayan bu bürcüdən olanlar isə düzgün qərar verdiklərinə əmin olacaqlar. Bu günün hadisələri bəzi ailə fikir ayrılıqlarını həll etməyə və ya mübahisə etdiyiniz qohumlarla barışmağa kömək edəcək. Dəqiqlik, təfərrüata diqqət və dəqiq hesablamalar tələb edən hər şey günün birinci yarısı üçün ən yaxşı şəkildə planlaşdırılır. Çünki bu, diqqəti cəmləmək vaxtı olacaq. Günün geç saatlarında yaradıcı işlərə daha uyğun olacaqsınız.